Xarici dil bilirsinizsə, yoldaşlar, mən sizə xarici dil bilənlərə olan işlərdən bəhs etmək istəyirəm. Bir təxminən 3-4 dənə vakansiyadan bəhs etmək istəyirəm. Bunlar arasında bəziləri misal üçün sırf ancaq ingiliscə və yaxud da sırf rusca və yaxud da hər ikisini eyni anda tələb edən işlər ola bilər. Misal üçün, logistik operator işi var ki, burada 1000 manata yaxın qazana bilərsiniz. 20-30 yaşlı şəxs olmalısınız, rus və ingilis dilini bilməlisiniz, ofis proqramlarını bilməlisiniz, ali təhsilli olmalısınız, analitik düşünmə, analiz etmə qabiliyyətiniz olmalıdır. Logistik operator işidir. Bundan əlavə ofis köməkçisi işi var. Bu da 1000 manatlıqdır. Amması var yoldaşlar. Bu sahədə iş təcrübəniz olmalıdır. İngilis dili üzrə sərbəst danışıq və yazı bacarığınız olmalıdır. Ofis proqramlarında, xüsusilə də Word, Excel-də sərbəst işləmə bacarığınız olmalıdır. Varsa, bu işə müraciət edə bilərsiniz. Bundan əlavə, ümumi işlər üzrə mütəxəssis işi var Unibank Kommersiya Bankında. Unibankda, qısa desək, ali təhsilli olmalısınız, rus dilini sərbəst bilməlisiniz, həmçinin öz dilimizdə. Ofis proqramlarını bilməlisiniz, müştərilərlə işləmək təcrübəniz və bacarığınız olmalıdır. Bundan əvvəl yüngül olan variantı var, reception işi var, 500 manatlıq, 18-30 yaşlı şəxslər üçün. Burada fiks maaş 500 manatdır, amma əlavə olaraq bonuslar da verə bilir. Bu da şəhərin mərkəzindədir, xanım və bəylər üçündür yoldaşlar. Otelədir. Bu işlərə də müraciət etmək üçün CV-niz olmalıdır yoldaşlar. Bu işlərə də müraciət etməkdə dəstəksizsə və yaxud da digər işlərlə də tanış olmazsa, ümumiyyətlə iş tapmanızı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi, siz bu videonu YouTube-da görürsünüzsə, əlaqə vasitəsi videonun adında qeyd olunub. Yox, əgər TikTok-da görürsünüzsə, o halda bu videonun adının altında Toğrul Əzizov sözü yazılıbdır. Həmin o sözə toxunaraq Toğrul Əzizov adlı TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra da diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.